أعوذ بالله من الشيطان اللعين الرجيم بسم الله الرحمن الرحيم وهو خير ناصر ومعين قال الله تعالى يسألونك عن الساعة أيان مرساها فيما أنت من ذكراها إلى ربك منتهاها فأما من طغى وآثر الحياة الدنيا فإن الجحيم هي المأوى وأما من خاف مقام ربه ونهى النفس عن الهوى فإن الجنة هي المأوى. شام گریبان امام مظلوم امام صادق علیه السلام که بالاترین خدمت امام صادق آقا bu dini İslam'da mezheb şiiye canlanmaya qoyub 4000 şagird mütəxəssis در عرصه های مختلف تربیت elədi. تحویل جامعه و جامعه İmam Sadıq ağa şiəni bunyanguzarlıq elədi. Məktəb Cəfərinin reisi məzhəbi Cəfəri İmamı Cəfəri Sadıq. Quran buyurur yəsəlunəkə anis-saə. Gəldi Peyğəmbər məhzərinə. Ya Rasulallah, qiyamət nə vaxt olacaq? O qiyamətin vaxtı mənədir, mən bilim. Axı şagirdə ustad deməz ki, bu kilasda şirkət eləysən, sab imtihan alacağım. Şagird olsa həməşə amadə gələr kilasa. Niyazı yoxdur qabaqdan ona təzəkkür verələr, ağa bu günlərim istəyir imtihan alaq. Ərz elədi ya Rasulallah, nə vaxtdır bu qiyamətin vaxtın mənə buyurasan? Ayə nazil oldu yəsəlunəkə anis-saəti əyyənə mursaha. Ya Rasulallah, səndən xəbər alacaqlar. Nə vaxtı qiyamət? Fîmə əntə min zikraha. Deyərsən nə sənə rəbti var nə mənə. Nə biləh nə vaxt olacaq. Sən işində düz işlə. Helal haramın düz olsun. Məhrəm naməhrəmin düz olsun. Vacibat, mühərrəmat zindəcanlığında düz rəftar elə. Ondan sonra nə vaxt olur olsun, sabah qiyamət olsun. O adamın ki hesabı düzdü mühakimədən nə qorxusu vardı. O adamlar qorxarlar ki işləri biraz ləng ola. Buyurdu Ela Rabbikə muntahaha. Bir belə bilə bizim işimizin ahiri iskah, ahir pərverdigara hədiyyət. Pullu olasan, kasıb olasan, gövçək olasan, çirkin olasan, ağalı xanımını bir gün yuvacaqla sənə 3 dənə quslu verəcəklə, ondan sonra bükəcəklə bir dənə kəfənə qoyacaqlı daraşlıq qəbrə. Fəəmmə mən təqa və əsərəl həyatəd dünya. Peyğəmbərə Allah buyurur ya Rasulallah, mərdümə denə bilirsiniz neyniyəcəyəm? O adamlar ki özlərindən çıxdılar. O adamlar ki əsalətlərini itirdilər. O adamlar ki yoldan çıxdılar. Tuğyan elədilər, qudurdular öz dilimiz. Dədə Hüseynçi idi, namaz qılan idi. Uşaq durazur it oynadan olub. Uşaq gəlib xefkir olub. Gəlib camiədə olub bir dənə nəngi daməni bir dənə xanəvadiyə. Fəəmmə mən təqa və əsərəl həyatəd dünya. O adamlar ki dünyadan xatirə nə cild əvəzliyirlər. Aftab pərəst kimin olub? Məsul olub aftab pərəst kimin? Hər yerdən rəh düşür özün ondan vifqi verir. Mərdümün dərisinə sırıq geçdilər. Peyğəmbər Xuda buyurur ay mərdüm, camiə düzəlməz. Camiənin əvamı camiə, kullu camiə düzəlməz. Nə mənədir uznamə yazırsan? Xob bir salavat xətm buyurun. Hat sığırıram, sən də baxmısın. Bəli, həmrəzman şəhid Səfəri əziz ki şəhid olublar və bir seriləri də canbazdılar. Cələsəmizdə huzurları var, xanəvadəhay şühəda. Hamıların Allah inşallah bizlərə şəfaətçi qərar versin ruzu qiyamətdə. Allah inşallah bizim üzümüzü, məsullahımızın üzün ağ eləsin. Şəhidlərin yanında çox adamın üzü qər olacaq. Çox adamın üzü
qirqun olmalıdır. Çox adam başın qozuyanmayacaq, utandığından baxanmayacaq ki, şühəda tüpürəllə mənim qiyamət düzümə. Deyərlə, mən canımı bəla elədim, sipər-i bəla, sən də mənim sayəmdə bu yolların mərdumun dədəsin yandırdın. Odur Peyğəmbəri Xuda buyurur, la təslih əvamə ümməti, camiənin əvamı camiə, kullu camiə düzəlməz. Düzələn dey, məgər camiədə 4 quruh özün islah eləyə. Gərək 4 quruh baxa görə mərdüm, bunlar sütun-u camiədirlər. Ya Resulallah, nə mənə kimlər özlərini islah eləsinlər? Buyurdu 4 quruh, biri iş başında olanlar, bizim rəylərimizlə kulergazilərin altında istirahata məşğul olanlar, bizim pullarımızla, rəylərimizlə, bizim huzurlarımızla, bizim əleyhimizə nəxşə çəkənlər. Əvvəlin quruhi ki, gərək camiədə özünü islah eləyə məsullardır. Niyə məsullardır? Niyə Əmir-əl-Müminin ansinani mərkəblərə minmirdi? Yox idi, çox da var idi. Əmir-əl-Müminin kasıb dərdi ki, olmasa deyə komite imdadi də Əmir-əl-Müminin də o qət yox idi. Öz önə pul aparmazdı. Tamam füqəraya verərdi. Nəxlistanlar Əmir-əl-Müminin idi. Tamamı quyuları Əmir-əl-Müminin qazmışdı. Amma ravi deyir, gecəni sübəcə Əli quyu qazdı. Quyudan çıxmamış səsləndi. Vəqəftu lil-fuqara vəl-əytam. Məni vəqf elədim füqara və əytama. Dedim, ya Əli, çıx eşiyə quyudan. Dedi, yox da, istəmirəm quyuya baxam. Deyəm, Əli zəhmət çəkim. Zəhmətin də birin üzünə çəkəndərdə Əmir-əl-Müminin. Amma gətərə purşəni minib, uşağı purşəni minib, uşağı filan keşvərdə dərs oxuyur, səndən də mən sarala. Deyir, ağa, təhəmmül elə da. Əgər təhəmmüldür, hamımıza təhəmmüldür. Əgər vaqən istəyirik təhəmmül eləyək, düşmənin bu hərbəzgər hamımız əl-ələ verə. Yox, sən kevə baxasan, məni də basasan fişar altına, olmaz ki. O buyurdu Peyğəmbər, camiədə gərək məsullar düzələ. Məsullar intiqab eləyə. Ta zamanıda ki, biz çilo kababa rəy veririk. Ta zamanı ki, biz aşinalığa rəy veririk. Ta zamanı ki, o mənim dostumdur, rəy verin ona. Şinasnamalı 50.000 tüməndən rəy verir, elə vəz budur. Hamından yaxşı olmayacaq. Ta biz özümüzə gəlib düz adamları yollamayaq. İş başına elə vəziyyət budur. Ta zamanı ki, eləyə bildilər məni alala, iş budur. Vəz budur. Odur Peyğəmbər buyurdu, camiədə gərək iş başında olanlar islah olala. Quruh əvvəl. Quruh dovvam üləma. Camiəni döhdürüdülər. Yəni, əz nəzəri fərhəngi gərək alimlər işləyələr. Na danışqahı hovzəvi fərq eləməz. Ağaca, hamımız işləyək. Ağa, işləməmişik, oturmuşuq, əli qoyduq əlin üstünə, düşmən bizim məscidlərimizi bağladı. Mah-i Ramazanda hansı məsciddə 30 gecə bərnamə var idi? Yox idi. Xob, məqdəmi Məddah Əhl-i Beyt Həzrət Ustad Acnadray Cavadi Əziz Heyyəti Həmrahı bu buzurgəvar məhəbbət buyurun, anasının ruhuna bir şaistə salavat xətm eləyək. Həzrət Ustad qurbanı. Ya Allah, cay məşayixi əziz, dostani ki در məyyəti Həzrət Ustad Acayı Cavadi əziz təşrif gətirib. İndi də biraz aram olundadır. Əsli mətləb də ki, Hacı Nadir adı təşrif gətirib. 5-10 dəqiqə qulaq asın görə inşallah biz də elə Allah eləyirdi ki, Hacı təşrif gətirələ ta mikrofonu təfviz eləyəcəyini xidmətinə. Buyurur, la təslih əvamı ümməti. Camiə düzəlməz. Məgər 4 quruh gərək özünü islah eləyə. Quruh əvvəl iş başında olanlar. Quruh əvvəl olar ki, rəs umurdadırlar. Bir şey əllərində var. Mən neyniyə bilirəm? Nə dolarla işləyirəm, nə bilirəm dolar nə rəhdə. Əlimin deyəcəkdə dolar almamışam. Xob, bəs məndə bir iş yoxdur. O adam heç iş başındadır, gərək bequş. Odur Qur'an buyurur, əgər məsuliyyəti verəydi, dağlara əriyib qutulmuşdular. Yəni məsuliyyət o qat çətindir. Mərdümün vizrivabalın boyunu alıb dolandırmaq o qədər çətindir. Bu insan getdi, dedi, ay mərdim, şam verirəm, rəy verin mənə, mən istəyirəm rəis olam sizə. Oldu 80 milyonun mədyunu qaldı altında da çıxa bilmir. Buyurdu, əvvəl iş başında olanlar. Dovvam uləma. Üləma işləsəydilər, məscidlər açıq qalacaqdı. Üləma işləməyiblər. Əz nəzəri fərhəngi bizə bütcə verməyiblər. Bütcəni verib topa, topu da hər nə qəd uduzanda da biz çıxırıq xiyavana, qol yiyəndə də çıxırıq xiyavana.
Üstə gedənlər yetməyib də, elə əndin deyəcək, nişan verməyib ki, əvvəl mərhələdən İran qalxa. Muntahay məratib bütcə yoxdur məndə. 5 nəfəri cavanı cəzb eləyən məscidə. Məscidlərimiz bağlandı. Dər-əvəz durəsur, it qucağında olanlar çoxaldılar. Hər parçada getsən 50 dən arvadın qoltuğunda iti vardı. Onlar çoxaldı. Bibəndubarlıq çoxaldı. Mücərrət dolanmaq çoxaldı. İzdivacı sefid çoxaldı. Dədənənənin üzünə durmaq çoxaldı. Məvadlı müxəddir çoxaldı. Xiyanət çoxaldı. Hardan gəldi? Düşmən işlədi, biz girdik, yatdıq. Üləma camiənin döhdürüdülər. Gərək işləyələr dərdi təşxis verələr və bu dərdi aradan aparalar. Aradan aparmason, dərd bir yerdən tutsa, yıxacaq camiəni. Necədə ki, gedir qabağa. Quruy sevvum ağsaqqəllər. Onlar ki, elə biz İmam Hüseyin bacıoğlusuyuq. Onlar ki, ömrümüz İmam Hüseyin yolunda soğumuşuq. Onlar da bir növ-i qabaqda gedəndilər. Bunlar sütun-i bir dənə məmləkətdilər. Bunlar rahnumay-i bir dənə camiədirlər. Rahnumay camiə. Çarımın quru tacirlərimizdir. Vaqəən gələ bizə ürək yandıran. Nəinki bir dənə Hələviyə 10 milyonunu 60 milyona deyir. Ama teray gərək ola məmləkətdə 63 milyon tümən. Yaxçıda elə sözün salarsan yavaş-yavaş şayədən başlanar, həqiqətə çatar. Bir gün görərsən oturmuşuq Pıraydın dalında 65 milyonluqda maşın ayağımızın altında. Buyurur tacirlər camiənin əminidirlər. Amma Peyğəmbər burada gəl bu 4 quruh ayrı yola gedə camiəni vuracaq yerə. Əvvəlin quruh iş başında olanlardır. Burada əl-muluk ra'atul xalq. İş başında olanlar mərdümün nicəhbanıdırlar. Bizim hüququmuzun nicəhbanıdır. Fəizə kanər ra'iz zeybən. Vaxtı bu iş başında olan təbdil olub qor gedərrən deyə öz cibinin fikrindədir, öz familinin fikrindədir. Elə bu qoyunu tapşırıbsan qurdun əlinə da, gör nə sırıq keçəcək bunlara. Buyurdu, əgər bir nəfər məsul öz cibinə təlaş eləyə, özünə vilə almağa təlaş eləyə, özünün uşağının Avropada təhsil eləməyinə fikr eləsə, vay oldu məmləkətin alına da düzəlməz ki. Quruh dovum üləma, əl-üləma ətibbaul xəlq. Camiəni döhdürü alimlərdirlər. Və izə kanət təbib mərizən. Vaxtı bu döhdür özü mərizdir. Vaxtı bu döhdür özü dünya zədədir. Qorxur dəftərin bağlayalar, danışmır. Qorxur müridləri azala, bəh-bəh deyənləri azala. Çəkib ağzın bağlayıb deyib mənə rəbdi yoxdur. Buyurur izə kanət təbib mərizən. Vaxtı bu döhdür özü təbdil olub bir dənə mərizi, sərapa mərizə, kim müdava eləyəcək mərizləri? Vay o mərizlərin halına ki, döhdür özü mərizdir. Vəl-obbad dəlil ol xəlq. Camiənin ağsaqqəlləri rahnumadırlar. Camiədə Hüseyinçilər rahnumadırlar. Fəizə kanət dəlil zallən, vaxtı bu qabaqda gedən özü yol itiribdi. Özü qoymulla mən burada mikrofonla oxuyam, qoymulla mən burada mənbərə gedəm. Deyirəm, gedib özümə heyyət vuracam, İmam Hüseyin də heyyəti çox istər. İmam Hüseyin kimə deyib heyyəti çox istərəm? İmam Hüseyin harda deyib mən heyyəti çox istərəm? Yalandan İmam Hüseyinin dadına qərə yaxma. İmam Hüseyin buyurub ittihad yaxçıdır, birlik yaxçıdır, həmdeli yaxçıdır. Öz kinələrindən xatirə bir kəndin əhlin yarıb öldün. 4 cüb bitəyi o yanda. Başına döyür ağlayır, 4 cüb bitəyə bu yanda. Onlar bulan darıyla danışır, bunlar doların. Deyir, vay olsun bizə. Əgər camiədə ağsaqqəllər yoldan çıxala, qabaqda gedənlər yol itirələ, dayı kim itənə yol görsədəcək? Ət-tüccaru mənaullah fil xəlq. Tacirlər Allahın əmanətdarıdırlar yer üzündə. Ezə kanəl əminu xainən. Vaxtı bu əmin bir dənə təbdil olub xainə. Ağa sikkəni alıb doldurub deyir, 30 ton. İstəyir onun eyniyə, qoyub pənir əvəzinə yeməyəcək. İstəyir o bahalaşa qaytarıb verəcək bizim özümüzə. Dövlətlinin də eyni xiyalına də. Dolar olsun 50 min tümən. Onun Allahındandır. Yalandan ağlamaqlarına baxma. Hamısı söyünürlər. Bir dənə ölü maşınlar oldu 1 milyard. Ölü həyətlər oldu 10 milyard. Vay fişar o adamın boynundakı müstəcirdi. 2 milyon gəliri vardı. 8 nəfər ailənin başını dolandıracaq. Dert bunun üstündədir. Fişar bunun üstündədir. Səhər bu əgər dəstəzpa xəta eləyə tutub onun əlin kəsərlər. Amma ixtilas eləyənin adını izzətinə apararlar.
Az qalırıq qabağına da və əleyhissalam qoq. Həzrəti İxtilaskar əleyhissalam işiz olmasın ha. Xanəvadəsinin abırsın azar. O cür adam gərək qarqa kimin asasan meydanın vəsətində qala quruya 5 nəvərə ibrət ola. Ta dubarə bu məmləkətdə ixtilas eləyənləri boğub öldürməsələr camiə düzəlməyəcək. Gərək hər meydana bir dənə ixtilaskar asala. Numun üçün qal orada götürməyərlər. Əsli qədim kimi qal orada quruya qala. Neyniyəcək? Mərdum baxala, ibrət alala. Ondan sonra deyirik, namazlarımızda hal yoxdur ki. Məclislərimizdə elə hayküy qalıb. Bəh, əhsən, göz yaşı tətil olub. Niyə? Və xiyal eləmsən, oturub demir, ya niyə mən namaz qılanmıram? Niyə mən oruç tutanmadım bil? Ağa, mən niyə Allaha yaxın gedəmmirəm? Ben ya gecədən saat 3-əcən telegramda varam. Filan xanım bir əksi yollayacaq, filan ağa bir əksi yollayacaq, sübh 3-əcək baxıram ona. Ben ya 10 dəqiqə qalan azana mən girəm yatıram. Ben nə gəlib mənim başıma, nə olub mənə? Oturaq fikir eləyə. Niyə salış həsti də tərəf? Deyirdi, Əssalamu aleykə ya Əba Abdillah. Ham ağlayırdılar. İndi gərək qəssablıq yola salasan. Qol qırıldı, baş kəsildi, sinə söküldü. Tərəf hürüt baxır. Day nə oldu? Bilirsən nəydəndir? Nə olub biz bu cür olmuşuq? İmam-ı Səccad əleyhissalam der duayı Əbu Həmzə-i Somali ərz eləyir Xudaya, bilmirəm nə olub mənə. Mənim başıma bilmirəm nə gəlib. Allahümmə inni kulləmə qoltu qət təhiyyatü və təəbbətü və qumtu lissalatı beynə yədək nəcəytü ki, Allah öz-özümə dedim, durun bir dəst namaz alım. Bugün Allahla iki yoldaş bir özümüz danışaq. Bugün baba dərdim Allahın özünə deyim. Baba bir vasitə istəyirəm Allah səndən danışam. Əlqəytə aləyyə nuasən. Məni xəmyazə gəldi, bihallıq gəldi, hörsələm olmadı. Əslən namaza hal olmadı. Eza səlləytə və sələbtəni münacat. Namaz qılırdım, amma bilirdim, heç kəs mənim sözümə qulaq asmır. Namaz qılırdım, amma bilirdim ki, heç kəs mənə baxmır. Bəzi imanlar, əlam məxsən bu fəslidə geçsin kəndə, görürsən daşın dibində bir yekə ilan yatıb. Deyir, bax ilana. Gedirsən, yaxınlaşanda görsən ilan deyil, ilanın qabığıdır. İlan koşalvan çıxadıb gedə hamama, kotu qalıb orada, çıxıb içindən gedibdi. Bəzi adamın imanı cendən əcdaha görsəniz, gedirsən qabağı ilan qabığıdır, heç dad yoxdur içində. Deyir, Xudaya bilmirəm nə olub mənə, mən səndən danışa bilmirəm. İzâ ənə nəcəytu mali kulləmə qultu qət sələhət sərirəti və qərubə min məcalisi tavvabinə məclisi. Allah Şəb-i Qədridə də yekə Quranın altında lələşün yatmışdı ha. Orada derdi ilahi əl-əf. Axı deyir, nə cür girib sən bu Quranın altına? Sən burada deysən ilahi əl-əf, buradan bir naməhrəmə selfie yolluysan. Ben nə cür Allahla barışıbsan? Nə cür Allahla barışıbsan, mərdümü başda dolandırırsan? Niyə mərdümün malını vermirsən? Dədön ol ilmindən qabaq ölübdü, bacının dədə malısı tökülüb qalıb. Deyəndə ver, bir qışqırıq qovzuyur, əlin qoyur qəlbinə, vay qəlbim tutu deyil, özü öldürmə. İstəmədik, ölüb düşərsən, qanun düşər başımıza, deyərlər adam ölübdü. Min məcalisi tavvabin ərədətli bəliyə. Deyə bilmirəm nə olub, mən istəyirəm duram namaz qılam, bəla gəlir məni tutur. Və əzanət qədəmi, dizlərim əsir. Və halət bəyni və beynə xidmətik. Sənlə mənim aramda bir dənə elə bir pərdə çəkib. Lağa, heç kəs mənim sözümə baxmır. İmam-ı Səccad ağa bir 11 dənə amili vardı. Əgər namaz qılanmadın, əgər bil oruçluğa nəxşə çəkdin, əgər bil hər bəhanı orucu yedin, deyir 11 dənə amili var. Onları bərrəsilə gör bulan hansıdır. Buyurur, əvvəli səyyidi, ləəlləkə ənbabikə tərəttəni və ən xidmətikə nəhəytəni. Allah olma məni qovubsan qapından. Allah olma mənə hər zat verdin dedi. Get mənim səmtimə, maşınımı verirəm, gedək yaşlılığını da alacaq. Pul da verirəm, deyəsən Allah məni çox istədi. Get day bir də burada görməyim. Allah olma mən ötürübsən eşiyə. Allah olma baxdın gördün mən dərdədəyəm, bəndə deyərəm. İxrac eləyibsən mən. Allah olma məni qovalayıbsan. Olma qapını bağlayıbsan üzümə. Olma məni listirətdə qoyubsan. Telefonumu görürsən cavab vermirsən. Xudaya səyyidi ləəlləkə ənbabikə tərəttəni və ən xidmətikə nəhəytəni. Allah olma məni qovalayıbsan qapından. Allah olma məni atıbsan çölə. Kim camili? O ləəlləkə rəaytəni mustaxiffən bəhəqqink
Xudaya olma baxtın gördüm mən dinüvə razı. Heç mənim qeyrəti dinim yoxdur. Heç qeyrət, rahat. Getdi toya namazım qaldı gecə saat 1'ə. Berahəti bir dənə feskeli toydan ötü namaz yetişin dalına. Bir dənə dostum gedirdi məsələn qum dişi vardı. Mənəm bu bir Mah Ramazan düşdüm onun yanına. Orucumu yedim getdim quma. Mənə dinin heç ərzişi yoxdur. Nə tənha dinin ərzişi yoxdu, maşınımı bir nəfər cızmışdı, gecəni sübəcək yatmadım. Dedim mən bu filan şüdəni tapaydım, dədəsin oradan çıxardardım. Deyərdim, xanə xərab, gözün yoxdur o maşın görməyə. Amma 50 dənə oruç yiyəni gördüm, tüküm də tərpəşmədi. 50 dənə bir hicabı gördüm, tüküm də tərpəşmədi. Nə tənha tərpəşmədi, elə oldu ki, özüm də yapışdım birinin əlindən bazarda dolandırdım. Reis kəlanterlərin biri sırağa gün deyirdi, and ol Allaha bir dənə xanımı tutduq maşında. Bir vəzdeydi, utanırdım baxam, dedim xanım başı öt bu nə vəzdi? Əri tüşd aşağı dedi, haca mən razıyam, işgalı yoxdur. Dedim da sənin bu nəzirin bax qəbul olunmuş nəzirlərdəndir. Sənin kimin var? Nəzir verəm mən ki, Allah qəbul eləsin sənin nəzirimi. Qəribə qeyrət sahabısan, top sənin o qeyrəti və dədön də bu qeyrətdeydi. Yox, yavaş işlədil üstümüzdə, dədəmiz qeyrəti çoxudur. Dədəmiz qoymazdı, bir nəvər soruşaydı xanımın adı nədir? Xanımın adını deməzdilər. İndi əhsilərin vırırlar qəbirlərin üstünə, arayış. Keçəni də bir vəsvəsiyə salır, deyə dədə var, ölməli bir şey deyərmiş ha. لَأَلَّكَ رَأَيْتَنِي مُسْتَخِفًّا بِحَقِّكَ Allah baxdın gördüm mən sən dinüvə heç qunə təəssübüm yoxdur. Şühəda müdafiə hərəmi məskər elədim. Dahi bilmədim o əgər gedib xaricəz mərzilər zəng eləməsəydi, indi mən daiş namusumu təhdid eləyirdi, gərək mən bunu biləm. Ərzişi din gərək bizə o qədər çox ola, Allah da tevfiq verə deyə mənim bəndəm. Gəl məndən danışaq, nə müşkülüm var, həll eləyəcəyəm. Niyə gedirik qapısına baxmır sözümüzə? Tüm vaxtında heç vaxt getməmişik. Elə ki əlimiz qalır daş altında, eşyəmiz duracaq batlaqda qalanda qaçırıq Allahın qapısına. Allah deyir o keyfin saz vaxtı hardaydın? Hardaydın? Yoxudun ay bala, telefonu vazada cavab vermirdin, hayandaydın? لَأَلَّكَ رَعَيْتَنِي مُورِزًا أَنْكَ Allah baxdın gördün sən gəlirsən mənə tərəf, mən səndən qaçıram. Gəldin oruçluqda mənim günahlarımı bağışlayasan. Ramazan yəni zovkərdən, yəni günahları əritmə. Mən hər bəhanəyi qoydum qaçdım. Dedim lələşin oruçluğa can verməz ki. 3 dənə 9 gün gedəcəyəm musafirətə. Elə fitir bayramında yetişəcəyəm Tehrana. Elə ki günlər güdəldi onu da tutaram da. And ol Allaha o oğul ki hamı tutanda yeyib ha. Hamı yiyəndə ömrən tuta bilə. Tutanmasan vəssalam. O Mah Ramazanı da Allah burada enfasukum fihi təsbih və nomukum fihi ibadə. Baba nəfəs çəkmə və yuxlama və Mah Ramazanda bir şey verirdilər. Mah Ramazandan sonra heç qurut da verməzlər. Buyurur Allah, mən gəldim, sən gəldin mənə tərəf, mən səndən qaçdım. Ona görə ha, qoymusan məni dövrə bərüvə. Mən səndən qaçmışam, uzaqlaşmışam. لَأَلَّكَ وَجَدْتَنِي فِي مَقَامِ الْكَاذِبِينَ Allah baxdın gördün mən ay yalan deyirəm. Həçələ düşmüşdüm, arvat biləydi övüm yıxılacaqdı. Kişi biləydi zindəcanlıq dağılacaqdı. Famil biləydi abırımız ki Allah, sən Allahlığın, ayar həmər rahimin Allah gör neynərsən. Allah bunu qutardım, səni abrunun üstünə pərdə çəkdim. Gələn il bayə xəttə cədid, bayə quşiyə cədid, həmun yerdə dəstbəndi şeytan vurdu, qoluva çəkdi ləcənin içinə. Əzbəs yalan dedin Allah'a, hər il gəldi bir seri müzəxravatı yalvardıq Allah. Baba deyiblər tikrarıdır, gələ o geçən seri, bula bağışladım. Deyir Allah, olma baxdın gördün, mən sənə çox yalan deyirəm, ona görə dövrə bərvə qoymusan. 5-ci لَأَلَّكَ رَعَيْتَنِي غَيْرَ شَاكِرٍ لِنَعَمَائِكَ فَهَرَمْتَنِي Allah baxdın gördün məndə təşəkkür asarı yoxdur. Allahdan təşəkkür eləmərəm. Ağa uşağın qəbul oldu xurdatda, 2 rəkət namaz qıl da, nə olar? Gövcələr yerə. İşində yaxçı piruz oldun, 2 rəkət namaz qıl, təşəkkür elə Allahdan. Bən əcür olub, sirvəti zirəhliyi vırsan öz hesabı var, zərəllə vırsan Allahın hesabına. Allah vur təşəkkür elə. Hər oğulun xanımı pakdamən deyil, hər oğulun uşağı namaz qılan deyil. O şəxsi deyir, məscid-i Qovhər şad-ı məşəddə səhər sübh namazından sonra dostlarım birini gördüm.
cırıq libaslarla, vəsləli libaslarla varid oldu hərəmə. Dedim filan xeyr ola səhər-səhər. Dedi gəlmişəm Allahdan təşəkkür eləyəm, gecəni yatmamışam. Dedim niyə? Bahdan zatdan bir şey çıxıb, ya Furuşqa Rifatdan bir il yansa aparıbsan. Dedi yox baba, gecə durmuşdum namazı şəb qılam, gördüm xanımım məndən qabaq durub namazı şəbə. Oğlum da o bir otaqda deyir ilahi əl-əf. Ona görə gəlmişəm Süb İmam Rıza məhzərində deyəm Allah nökərəm sənə, təşəkkür eləyirəm, bir belə mənə məhəbbət eləyibsən. Oğul var andol Allaha tacirdir varid konəndə cinsidir Çindən. Tanıyıram 30 metrli yövdə pənahəndə darvaduşanın əlindən. Oğul var oğlu gecə kefli gəlir övə, ürz eləmir dədə deyəsən hardaydın. Xanım var zəhvırır nə deyim, var rufaqa ye həftə rəftim şomal. Ye həftə. İzavə də danışmışsan deyir ələn sekkə set o məni. 500 sikkəm var 1 milyard yarım. Da ağzı bağlıysan ya əngüvəyim dadıqahların yolunda. O da deyir xanım təvafuq biləxərə əxlaqımız tutur da. O rahatdır, mən də rahatəm. Bəli. Oğul var gəlib deyib aca gecə zat 3-də 3 milyon vermişəm əpelində olub 6 milyon. Görmüşəm xanım gecə zat 2-də bir arısı ilə qoşub tutmuşam, indi istəyirəm benzini səpəm övə. Ot vuran balalarım da yana zindəcanlığımda. O ləəlləkə rəaytəni qeyrə şakirin li nə'amaik. Xudaya baxdın gördüm mən təşəkkür eləmək səndən başarmıram. Fəhərəmtəni məni məhrum elədin dedin. Get ara getsən get. O ləəlləkə fəqəttəni min məcalisil uləma fəxəzəltəni. Xudaya baxdın gördüm mən alimləri görəndə məhəbbət əvəzinə, salam əvəzinə, haca təqəbbəlallah. Gecər və sözə baxmır, Allah mallalan övün yıxsın. Uşaq övə gəlməyib, Allah mallalan övün yıxsın. Pul yox cibdə, Allah mallalan övün. Apardılar da, çapdılar, apardılar. Aparan ayrı adamdır, ürzüm var, ged ona dinən. Mən ikindiyəcə dolar əlim almamışam, mənə bir xod yaman demə, mənə mətələ yatma, mənə gər cürətim var, get kəs onun qabandına, la məssəbi, pedər lənəti, niyə mərdumun malına barıbsın, nə? Onu görəndə de, çakerim hacı dadaş, moğ intiqava durmam hesab kon, onun qabanda həlir düzəlir, yamanların gəlir mənə deyir. Buyurur Xudaya, mən şayət alimlərlə oturub durmağı başarmadım. Alimlərlə düşmən nəxşəsinin biri alimlərlə mərdum arasına fasilə salmaqdır. Alimin nəzər əli var. Mənim sənə nəzər əlim var. Mənim əslən bu tütlərə nəzər əlim var. Nə dövlətdən bütümən alam, nə millətdən. Amma bağın ki mərdumi lağəl bir düz yola hidayət eləyirəm. Mənim zərəlim nədir? Niyə gərək mənə yaman deyib qaçasan? Niyə mənə mətələ yatıb qaçasan? Buyurur düşməni axtar tappa. Onlar iki dünyanın başında oturup sənə fərman verir, ha? O iki örgədir, yaşlığın səmtinə çəkir. O öv yıxandı, nə mən lağəl Allahdan 5 dərsək qorxaram. O heç nim dərsətdə qorxmur. O ləəlləkə fəqəttəni min məcalisil üləma fəxəzəltəni. Allah baxdın gördüm, mən alimlərlə oturup duruşuğum yoxdu, dedim baba, xoş gəldin, xar elədin məni dövrə bərvə qoymadın. O ləəlləkə rəaytəni fil qafilin fəmin rəhmətikə ayəstəni. Deyir Xudaya, baxdın gördün, elə yatmışam xabı qəflətdə, mən eşkə soyaldanmaz. Ağbinəvər ki, oyaqdı, yatıb, yatanı bir seyri dəbəssən oyanar. Amma adam közün vurub yuxuluğa, öldürəsən də durmayacaq. Bir dənə dədə, Mah-i Rəməzanda kəsdi mənim qabağımı. Dedi hacı abi, dərdim var, sənə deyə bilirəm, ha dərman eləyəmməsən, fəqət istəyirəm ürəyimi boşaldam. Dedim hacı abi, buyur, ben niyə bu üzün tutulub, niyə səbanisən? Dedi ölürəm, Allahdan neçə seri ölüm istəmişəm, gəlmir sonra ama. Deyim ha, nə olub hacı? Dedi hacı, gəlinimin də refiqi var, oğlumun da. 3 dənə uşaqları var, deyirəm, süz Allah, bunlar süz böyütmüyor, bunlar növü yıxılar. De özü dədə idi da, dədə özü dedi andola Zəhraya. Xudi İmam-ı Zaman gələ mənim bu oğlum da yuxudan duranı deyil. Odur İmam-ı Səccad ağa bir o ləəlləkə rəaytəni fil qafilin fəmin rəhmətikə ayəstəni. Xudaya, mən əzbəs xavı qəflətə özümü vurdum. Day sən də ümidimi məndən üzdün. Dedim baba da sən düzələni deyilsən. Xoş gəldin. Ağı bəzi adam var, məvaddı müxəttiri kişi kimin qoyub kənara. Deyir ağa mən pakəm, çəvəq, 12 sal o, 3 mah 4 ruzə pakəm acağa.
belə qəhr eləyib, gününə cəhb bilir. Ağa, bu tarixdən bu tarixə zəhləm gedir. Bizə deyərlər, sən şeytanla nə vaxt qəhr eləyibsən? Vallahi elə deyir, gecə bahəmidir, elə bir küsmüşdük. Bir həftə küsürük, ondan sonra gedirəm, düşürəm elə ayağına, deyirəm, baba, məni güzəşdireyim, mən anlamadım sənə bir lənət dedim ki, mənlə sən mənim, nə işimə, rəhmət, sən öz işində ol. Səni mənə pislədilər, mən də bir cinləndim, bir kişiləndim, bir yaman dedim. Dedim, Allah şeytana, al güzəşdirlə ay şeytan, sən məni güzəşdirlə. Hənuz 24 saat olmayıb, küsəm şeytandan. Qoyam kənara. O ləalləka rəaytəni fil qafilin fəmin rəhmətikə ayəstəni. Xudaya baxdın, gördün, elə xabı qəflətə getmişəm də sən də ümidi üzdün məndən. Dedim, xoş gəldin baba. O ləalləka rəaytəni alifə məcalisil battalin fəbəyini və bəyinəhum xəlləytəni. Deyir Allah, eşittim partiya gedir dostları, müxtəlif toya gedir, 200 yavaca qoydum ocun. Dedim, gör necə məni də yetirə bilərsən ora, görəm nə xəbən, o nökərəm sənə, məni də apar qaqaşımsan da başıvad olanlam. Deyir, mən onları o qədər çox istəyirdim, öydə arvada yalan dedim, uşağa yalan dedim, dədənənəmin düzünə durdum. Allah, sən də gördüm mən onlardan əl çəkəni dəyirəm, olanam mənim aramda bir məhəbbət saldın, öldüm onlardan ötü. Pul da xəşlədim, can verdim onlardan ötü. Allah, baxdın, gördüm mən batil məclislərə bazam, ona görə sən də məhəbbəti saldın mənim qəlbim, olanla qoşuldum, getdim. O ləalləkə ləm tuhibən təsmə duai fəbaəttəni. Allah, şayət mənim səsimdən acığın gəlir, zəhlön gedir day mənim səsimdən. Niyə əzbəs yalan demişəm, əzbəs səri qara qoymuşam, əzbəs demişəm, əməl eləməmişəm. O ləalləkə bi cürmi və cərirəti kafəytəni. Allah, baxdın, gördün mənim günahımı vurala kamyona aparanmaz. 30 yaşı var tərəfin 200 illik günah eləyibdi. Olan gecə günüz işi fəqət pərvəndəni xərablamaqdır. Qabaq deyərdilər, rəvabiti naməşru, yaxınlaşma, adamı cavan mərcələr. İndi tərəf bir gündə 20 nəfərlə rəvabiti naməşru var. Hələ gəlir, pozun da verir ki, mən falanca rəfdə budam, o birilərin də ağzını sulandırır. Deyir, olma Allah, baxdın, gördün da, mən bağışlamalı deyirəm. O qət günahım ağırdır ki, heç kamyon mənim günahlarımı cabicə eləməz. Allah, mənim mükafat elədin o günahlarıma. Dedin da, mənlə danışma, day mənlə danışma. O ləalləkə bi qilləti həyai mink cadəytəni. Allah, baxdın, gördün, mən hiç utanmadım səni. Sən baxa-baxa nuzul yedim, sən baxa-baxa naməhrəmə baxdım, sən baxa-baxa bir məclisə getmişdim, sənin lənətin o məclisdeydi. Allah, getdim, utdum orada, səndən xəcalət çəkmədim. Ona görə məni qoymusan dövrə bəri. Vallah, baxdım, gördüm, indi dövrə bəri və məni yol vermirsən. Allah'a and verəcək be abruy Həzrət İmam Sadıq əleyhissalam. Bizlər də biləxərə Şiə İmam Cəfər Sadıq. Allah bizləri aqibət bixeyr eləsin inşallah. Qiyamət günü bir iş görsün ki, bu şühədadan xəcalət çəkməyək. Lağəl başımızı qozuyaq. Deyə şəhid Səfərim, səndən həm məhəlləydim, ha gör neynərsən məni də buradan. Tüpürmüy adamın üzünə. Şühədalar canlanmaya qoyublar, ha? Candan keçmə hər oğlun işi deyil. Hər oğlun işi deyil. Şühədaların özlərinə, xanavadələrinə can qurban eləyə. Hər nə əmniyyətimiz alan var və bərəkət təlaşhay şəban ruzi şühədalarımızdır. Allah şəhid Səfəri əziz, həm rəzman və şəhidimizi, şühəday müdafiyin hərəm, imam şühəda, fərzəndanımız var, şühəday cəngi təmil. Allah hamıların bizlərə duaqu qərar versin. Şam-ı qəribanı İmam Musa ibn Cəfər ağadır. İmam Cəfər Sadıq əleyhissalam. İmam Cəfər Sadıqın Şam-ı qəribanıdır. Bir belə cəmiyyət İmam Sadıq bəd az 1400 sal bir büzürgə var, bir dənə şəhidi bəhanə eləmişik, yadvarı şühəda İmam Sadıqa bir dənə bərnamə əzadarı, bir belə cəmiyyət gəliblər. Qədəmlərizə qurban, aşıqanı İmam Sadıq, aşıqanı vilayət. Nə qəd bu cəmiyyətləmiz təşəkkür eləyək ki, nazdır.
Vallah bu həcmələri ki əlan var dinə xatir bir belə cəmiyyət adam görəndə ürəklənir, deyir Allah şükür olsun sənə ki qəlblərdə məhəbbəti əhl-i beyt var. Düşmən nə qədər istəyə bizdən məhəbbət ala, bir Məhərrəm-u Səfər gələndə hamısı pozulur gedir. Amma baxın adam xiyavanda günahları görəndə biraz əzab çəkir. Görür bir nəfər namusuna bir təəssüb, bir təfavütdə adam narahat olur. Baba niyə gərək bir qeyrətli cavan xanımının icazə verə xanım başa açıq əyləşəm? Nə olar məsələn kilasdır, medal var, nə var. Vallah billah bunlar hamısı allanma bir zatlardır. Heç dat ismətə çatmaz. İmam Sadıqın ismət-i əhl-i beyt 1400 ildir bunları dillərdə saxlayıb. 1400 ildir İsmət-i Fatıma-i Zəhra salamullah aleyha. İsmət-i xanım Zeynəb. Xanım Zeynəbin nə başı açıldı. Zorla da onun başına çanmazdılar. Demə Zeynəb başı açıqdı. Ürək hilə dolar. Baxma bir iddə yazıbla. Məgər oradaydı olar. Baba gündü Zeynəb. Məgər ya günə də baxmaq olar. Demirəm qavrət olan vaxtda xanım zər verməz. Baş verər başdan açıb düşmənə məcər verməz. Olğumuz var. Biz gərək kef eləyək. Bu cür olğularımı İmam Cəfər Sadıq. İmam Cəfər Sadıqın ve dəstur-u mənsur-u dəvanəqi məlun qapısını oturdular. Əbu Bəsir deyir, getdim İmam Sadıqanı görəm. Gördüm İmam Sadıq bətər ağlayır. Ərz elədim ağa qapını yandırıblar, bir ədəbi eləyiblər narahatsan. Buyurdu, yox baba. Əvvəlin var deyə ki qapımızı yandırıblar. Bizim qapımızı babam Əlinin qapısını yandırdılar. Nənəmi qoydular beyni dər o divar. Əvvəlin barımız nə bizim qapımız yanıb. Ərz edim abi niyə ağlıysan? Elhamdülillah qapı xamuş olub. Uşaqlar da səlamətdir. Buyurdu ağlamıram. Özümü ağlamıram. Özümü ağlamıram. O qapıdan ki şöylə qovzanırdı. İmam Sadıqın 9 uşağı vardı. 17 uşaqlarının biri öz həyatında dünyadan getdi, 9'u qalırdı. Buyurdu bu çıqqılı qızlarım əllərin qoymuşdular başlarına, qorxurdular otdan, qaçırdılar o əlbələ. Deyirdilər, va Muhammedə, ağlayırdılar həyətdə. Mən də onlara dildarlıq verdim. Deyirdim, bala qorxmayın, mən buradayam. Yadıma düşdü babam Hüseynin balaları. Nə özü vardı, nə kişi tayfası. Qızlar yığıldı İmam Səccadanın xeyməsindən. Qardaşım balası, vəzifə nədir bu balalar? Yanırlar xeymələrdir. Ağa biləhzə o məriz halında burada əmmə aleykunna bil fərar. Deyinə bu qızlar qaçsınlar çöllərə. Hər kəs özün nəcat versin da. Hər kəs öz canını saxlasın. Ravi qızların birini daha mən ot tutub ürəyim yandı da qız uşağıdır. Qaçır, qorxur. Otdan otun şöylələri gəlir üstə. Atı saldım dalı ilə. Yetirəndə buna əllərin atdı qulaqlarına. Dedi yaşır, görürsən yaradı qulaqlarım. Heç nə mənə yoxumdur. Niyə gəlirsən mənim dalımla? Ərz elədim bala qarətə gəlməmişəm. Ürəyim yandı dedim da mənin otun xamuşluyum. Məndən məhəbbət görəndə dedi yaşır, su varındı yanımda. Dedim bala Fəratın yolu azad olub. Amma suda var yanımda. Bir kase doldurdum. Buyur bala. Gördüm o balaca məcərin çəhd üstünə. Ay büyün bu şəhidlərin balalarına təsliyyətə gələnlər. Ay şühədalərin xanəvadələrinin dövrünü alanlar. Yad olsun o şəhidləri ki susuz can verdilər. Deyir gördüm balaca məcərin çəhd üstünə qaçır qətli qah səmtinə. Bala və meyl eləmirsən. Dedi yaşıq babam xeymələrdən arayanda dodaqları qurumuşdu. İstəyirəm bu suyu qaçırdan verəm babama. Dedim bay yaralı baş neycədə babamın yaralı başıdır day getmə. Bunu deyəndə dedi yaşıq Nəcəfin yolun mənə görsədə bilərsən. Dedim vallah bala çox uzaqdır Nəcəfin yolu neynizən. Dedi gedim babam əmirəl mümininə deyimcə gör balaları ulanlar əfdar olur. Hər yerdə sən ucadır ya Hüseyin. استقبال الیه از مداح با ادب حضرت استاد جای جوادی عزیز ارباب نادینان انشاءالله با هم حسین آرام جانم Əlümü gətir İmam-ı Zamana nişan ver cəddi İmam Sadıqanın yasıdır Hüseyin aram-ı canım Hüseyin ruh rava Tamam
Tamam ölenlerimizi şuhadaların tarafından uca Hüseyin.